Hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, Şəmsət müəllim, İdarət müəllim, hər birinizi salamlayıram, əziz uşaqlar. Bugünkü bizim tədbirimizin əsas mövzusu gördüyünüz kimi insan alveri cinayətlərinə qarşı mübarizə sahəsində görülən işlər, onlarla bağlı əhali arasında, xüsusilə gənclər, yeniyetmələr arasında maarifləndirici təbliğat işlərinin aparılmasıdır. Bugünkü tədbir də Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyinin dəstəyi ilə Polisə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir. Qeyd edək ki, həmin İctimai Birliyin rəhbəri Şəmsəddin müəllim bugün burada bizimlə iştirak edir. Şəmsəddin müəllim Birinci Qarabağ müharibəsi veteranıdır, həm də ehtiyatda olan polis polkovnikidir. İcazənizlə mən ilk sözü ətraflı məlumat üçün elə Şəmsəddin müəllimə verim. Buyurun Şəmsəddin müəllim. Təşəkkür edirəm hər birinizə. İlk öncə məlumat üçün istədiyim ki, bu il ölkə prezidentinin 2024-cü ilin dekabrın 24-də imzaladığı sərəncamla Konstitusiya və Suverenlik ili elan olunub. Artıq ilin sonuna yaxınlaşırıq. Yəni, burada kifayət qədər auditoriyada bizim gənc yeni nəslin olmasına istinadən belə deyirəm. Nə üçün Konstitusiya ili, nə üçün Suverenlik ili? 2020-ci ildən artıq bizim ərazi bütövlüyümüz, suverenimiz tam bərpa olunub. Məlumatınız var sizin, ayın 9-u, 10-u 2020-ci ildə üç dövlətin Ermənistan, Rusiya, Azərbaycan arasında kapitulyasiyadır, müqaviləsi imzalandı. Ermənistan tərəfi tam əllərini qaldırdı və sülh müqaviləsinin, yəni atəşin yandırılması, həm də sülh müqaviləsinin bağlanması üçün konfərsiyonel biz bunları razılaşdıq və ona görə 8-i noyabr zəfər günü kimi 5 illiyimizin təntənəli şəkildə biz qeyd etdik. Ərazi bütövlüyümüz tam bərpa olundu və suverenliyimiz də tam bərpa olunduğuna görə, əgər xatırlıysa biz elə 2024-cü ildə fevral ayında biz növbənəkən prezident seçkilərini keçirdik. Kumsallarını bərpa eləmişdik. Xankəndi seçki dairəsi, Şuşada seçki dairəsi fəaliyyətə başladı. Yəni, bu həm də bizim doğrudan da konstitusyon və suverenlik bilimimizin canlı təzahürü, müfəssəl məlumat verir. Hakimiyyətində olan birisindən gəlir. Məhkəmə hakimiyyəti ibarətdir, ümumiyyətlə olan strukturu necə də hamısı ölkənin konstitusiyasında var. Bizlərin orada bir fəsil insan hüquq və azadlıqlarla bağlı maddələr var. Yəqin o hüquqlardan xəbəriniz var. Varınızdır mı? Məsələn, sizin hansı hüquqlarınız var, uşaqlar? Yaşama hüququ var, təhsil hüququ var, bəli, əmək hüququ var, var. Sonra sağlam ətraf mühitdə yaşama hüququnuz var. Şaburan kifayət qədər sağlam ətraf mühiti var. Var? Var. Daha? Bax, bu hüquq və azadlıqlar, necə xanım? Bəli. Bax, bu hüquq və azadlıqlar bizim konstitusiyamızda bir fəsildir. Təsadüfi deyil ki, hər il dekabrın 10-u təqvimdə insan hüquq və azadlıqlarının günü kimi bütün dünya qeyd edir. Azərbaycan da bunu qeyd edir. Yəni, 1948-ci il dekabr ayının 10-da ümumdünya insan hüquqlarından bağlı BMT-nin bir bəyannaməsi qəbul olunur. Bax, həmin bəyannamaya uyğun olaraq dekabr ayının 10-u insan hüquq və azadlıqlarla bağlıdır. Bax, mən layihə üzrə müzakirə başlamadan öncə istərdim ki, bax, bu suverenlik ilini, bu konstitusiya ilini bizə bəxş edən və öz canlarını fədə edən oğullarımızın, şəhidlərimizin ruhlarını
bir dəqiqəlik sükutla gəlir. Allah uzmanışlar eləsin. Allah çok sağ olun. Allah Teala doğrudan bütün güzel ruhlarımızdan cennet mekanı olsunlar. Hem de gazilerimiz, depremlarımız, aile yaşamalarına da Allah Teala'dan sağlığı etsin. Harbə deyilən, döyüş deyilən bir səhənə inşallah qismət olmayacaq. Çünki artıq qoyulan yol və müzəffər ordunun keçdiyi həyat yolu dünya görk olacaq bir addım, ərazi bütünlüyünün bərpası elə bir həddə baş verdi ki, hətta bəzi ölkələr də bizim şəhid olmuş övladlarımızın bu hərbi yolunu biraz deyəm ki, uğur yolu kimi özlərində necə həyata keçirmək üçün, ondan istifadə etmək üçün öyrənirlər onu, bir məktəb kimi. Bax o, toxunduğumuz elə hüquqi və azadlıqlardan başlayırıq. İnsan alveri cinayətləri bilavasitə insanların hüquq və azadlıqlarının bitdiyi yerdir. Yoxdur artıq. Nə yaşama hüququnuz olur, nə istirahat etmək hüququnuz, nə əmək hüququnuz, nə təhsil hüququnuz, ümumilikdə hər hansı bir azadlıqlarınız belə, iradə azadlığınız olmur. İnsan düşdüyü yerdə iradəsinə uyğun hər hansı bir addım atmaq istəyir. Amma imkan verilmir. Qəlib elə dardır ki, dəhliz elə dardır ki, orada başqa cür davranmağa imkan verilmir sənə. İnsanlar və cinayətləri, məlumat sizə deyim ki, biz 91-ci ildə Azərbaycan təkrar müstəqilliğini əldə etdikdən sonra bizim qüvvədə olan cinayət məcəlləmizdə insan alveri ilə bağlı cinayətlər olmuyor. Elə bir maddə olmuyor ki, o bu əməli qadağan etsin. Yalnız 2005-ci ildə artıq bəlli oldu ki, Azərbaycan vətəndaşlarından ibarət müəyyən toplum, müəyyən qism başqa ölkələrdə istismar olunurlar. Artıq onların soyadları, onların şəxsiyyəti ilə bağlı bizdən məlumatlar oldu. Və ona görə də 2005-ci ildə Azərbaycan Respublikasının bu sahədə qanunu qəbul olundu və ondan sonra cinayət məcəlləmizə 144-1 maddəsi əlavə olundu və tam səmimi deyim ki, ölkə Respublika Daxili İşlər Nazirliyinin nəzdində insan alverinə qarşı mübarizə baş idarəsi yaradıldı. Artıq fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən tədbirlər heç bir ölkənin təcrübəsini yamsılamadı. Deyək ki, baxa görək, insan alverinə mübarizə aparmağın yolu necədir? Yəni, hansısa bir ölkənin təcrübəsini öyrənək. Nəzəri baxımdan, təcrübi baxımdan bizə görk olacaq bir şeyə istifadə etmədik. Və onun həyata keçirməsini təmin etdik. Hörmətli İlham Ceyladov, General Polkovnik, Daxili İşlər Nazirliyi, amma bu sahədəki milli koordinator, insan alveri ilə mübarizə ilə bağlı təqdim olunan bütün o statistik rəqəmlər, doğuran səbəblər, aradan qaldırılması bax, auditoriyada sanki bir təəccüb yaratdı ki, ilk dəfədə başlayırlar, bunlar necə olur ki, bu şəkildə səmərəlidir. Onların yaydıqları məlumatlarda mən də iştirak etmişdim onun müzakirəsində və biz kifayət qədər əks arqumentlər təqdim etdik və sonraki mərhələlərdə sanki Azərbaycanın sırada öncü yerlərdən, yəni mübarizə sahəsində öncü yerlərdən biri kimi qeyd olunmağa başladı. Nədir insan alveri? Sizə bax, sizin başa düşdüyünüz dildə mən deyirəm. Bizim Cinayət Məcəlləmizin 144-1-ci maddəsində də o şəkildə verilir. Beynəlxalq normalarda da belədir və qanunvericilikdə də belədir. Orada belə verilir. İnsan alveri, yəni adamın, şəxsin istismar etmək məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması, verilməsi, təhvil verilməsi. Və hətta beynəlxalq normalarda belə bir ifadə də var. Hətta
kirayəyə verilməsi. Fikir verin. İndi bax, siz öz düşüncənizdə bir təhlil edin. İnsan alveri. Alver sözü var burada. Yəni, söhbət insanın alınması və satılmasından gedir. Alğı-satqıdan gedir söhbət. İnsanın alveri üçün bazar varmı? Var mı bazar? Görmürsünüz elə bir şey? Yoxdur. Amma birdən düşünərsiniz ki, Azərbaycanda bu bazar var. Yox, bizdə də yoxdur. Qəti yoxdur bizdə. Bizdə, məsələn, il ərzində təxminən dəqiq statistik məlumatda 161 fakt aşkar olunub. 161 fakt. Amma bu cinayətlərin təşkilatçıları bizdə var deyə bizdə qeydə alınıb. Bizdə insan alveri ilə bağlı müəyyən zəmin, şərait var. Əxlaqsız yuvaların saxlanılması buna təsir edə bilər. Muzlu əmək, dilənçilik, fahişəliyə cəlb etmə və s. Bunlar insan alverinə gətirib çıxara biləcək dəhlizdir, səbəb və şəraitdir. Amma təbii ki, hər yerdə, bizdə polislərimiz burada oturub, Şarbanın özündə də ictimai mənəviyyatla bağlı həyata keçirilən təxirə salınmaz tədbirlər öz sözünü deyir. Demək olar ki, bizdə civə sütununda sıfıra bərabərdir. Amma deyim ki, bax, mən qeyd elədim, cinayətin anlayışını isə qismən dedim. Bu məqsədi, yəni istismar etmək məqsədi ilə insanın əldə edilməsi, saxlanılması, daşınması və təhlil edilməsi. Yəni, insan burada istismar olunur. İl ərzində Birləşmiş Millətlər Təşkilatının yaydığı statistik məlumatlara görə təxminən 30 milyon, 50 milyon, bəzən də 175 milyon insan alveri cinayətlərindən zərər çəkmişlər var, qurbanları var. Və bunların da əksəriyyəti zərif cinsindən olanlardır. Xanım və qızlar, qurbanların əksəriyyəti. Və bu qurbanların, deyək ki, müəyyən qismindən bəzən müəyyən cinayətlərin törədilməsinə sövq olunanlar da var. Müəyyən uşaqlar varsa bu sırada, onlar da dilənçilə vadar edirlər. Narkotik vasitələrin qanunsuz dövrəsində kuryerlik kimi istifadə edirlər onlardan. Mənzil oğurluqları, digər cinayətlərin törədilməsində onları sövq edirlər. Bunlar insan alverçiləri pul qazanmaq, bunların kriminal biznes bunların qayəsini təşkil edir. Kim ki, bu cinayəti təşkil edirlər, onun icrasına sövq olunanlar, onu icra edənlər. Bunların əsas məqsədi də insanları istismar etmək məqsədi ilə kriminal biznesdən gələn böyük məbləğdə gəlirin əldə edilməsidir. Bu məlumat üçün mən sizə deyim ki, bu gəlir mənbəyi qanunsuz silah alverindən və narkotik vasitələrin qanunsuz dövrəsindən sonra 3-cü yerdə durur. Yəni, bu artıq statistik məlumatlar öz təşkilini tapıb şəkildə. Bayaq mən dedim ki, Azərbaycanda bizdə bunun üçün yuva yoxdur. Yəni ki, insanlar burada istismar olunsunlar və buradan əldə edilən gəlirdən istifadə olunsun. Yoxdur. Yəni, mütləq mənada insan düşdüyü yerdə heç yerə, yəni əli, qolu bağlı olur, dili bağlı olur. Sadəcə bu danışan əmtəyə kimi, danışan alət kimi fəaliyyət göstərir. Canlı orqanizmdir. Dili var, amma heç bir addım ata bilmir. Düşdüyü yerdən polislə əlaqə saxlaya bilmir. Hətta müəyyən səfirliklər, konsulluqlarla bağlı yaxınlaşsın, məlumat versin, düşdüyü şəraitlə bağlı. Mümkün o, yəni Azərbaycanda bu mümkün olan variant deyil axı bu. Ona görə, məsələn, Ukrayna kimi ölkədə orada belə bir, hətta Birləşmiş Millətlər Təşkilatı da bunu yaymışdı. Ukrayna ölkəsində deyirlər ki, insan alverinin qurbanları var və orada insanlar ölkə daxilində istismar olub, insan alverini yaradırlar. O tərkibi yaradılır. Nədən? Fakt da aşılanır. Xanımlar, uşaqlar müəyyən mənada o seksual biznesə məcbur qalırlar və orada evdə olan o qurbanlar, onların video şəkilləri çəkilir və təbii ki, sonra əgər qarşı tərəf
təkrar ora gəlməyə razılıq vermirsə, onlar həmin o video görüntülərlə şantaj olunurlar. Əgər gəlməsəniz biz bunu sosial şəbəkələrdə yayacaq və ictimailəşdirəcəyik. Artıq deyək ki, qurban məcburdur, nə vaxt ora dəvət etsələr, həmin vaxtda ora gəlsin. Bu artıq insan alverinin tərkibini burada yaradır. Amma Azərbaycanda belə şərait olmadığına bizim qurbanların hər biri ölkə hududlarından kənardadır. Və təbii ki, bu cinayət mürəkkəb tərkibli cinayət olduğuna görə bunların təşkilatçıları ifşa etmək üçün zaman lazım gəlir. Çox çətindir. Ona görə bizim 161 cinayətin, rəsmi qeydiyyata alınmış cinayətin təxminin 14 cinayəti artıq məhkəməyə göndərilib, amma bunlarla bağlı məhkəmə qərarları hələ ki yoxdur. Amma bütövlükdə deyim ki, Respublikada ümumilikdə 33 mindən çox rəsmi cinayətlər qeydiyyata alınıb. Bunun 33 minin 163 cinayətin ümumilikdə olması belə çox böyük rəqəm sayılmır Azərbaycan üçün. Bu, ötən illərdə, deyək ki, bu il 2024-cü ildə olur 161 fakt, ondan qabaq olub 147 fakt, ondan qabaq olub 157 fakt, amma 2025-ci ilin yekununda nə qədər olacaq, tam səmimi deyim ki, proqnoz versək də biraz çətindir, amma məndə olan məlumata görə biraz maraqlanmışam, ümumi cinayətlərin sayında azalma müşahidə olunur. Və deyim ki, həm ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sırasında, hansı ki, insan alverini doğuran səbəbləri var burada, həm də bütün ölkədə baş verən ağır və xüsusilə ağır cinayətlərin sayında ötən il azalma olub. Həm quldurluq cinayətində, soyğunçuluq, qəsdən adam öldürmə cinayətlərində, vətəndaşların həyat və sağlamlığı əleyhinə yönələn xüsusilə ağır cinayətlərdə təxminən 10, 17, 18% azalma var, düşür. Mərkəzi icra hakimiyyəti orqanları, yəni nazirliklər, komitələr, yerli icra hakimiyyəti orqanları bu sahədə hansı işi görməlidirlər, orada planda tam vəzəkini tapıb. Bizim də layihəmizin əsas qayəsi ondan ibarətdir ki, biz yerlərdə daha çox həssas qruplar, yəni üzr istəyirəm, bax, sizin yaşlılığın elə vaxtıdır ki, siz müəyyən mənada ola bilsin, o dəhlizə düşmək üçün sanki imkan var. Deyək ki, o transmilli mütəşəkkil cinayətkarlığın subyektləri üçün bunlar sizin kimi insanları tez yola gətirmək, tez ələ almaq, tez inandırmaq imkanları, şansı var onlar üçün. Və ona görə biz qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə ayırdığı bu layihənin icrasının məqsədi həyata keçirməsi ondan ibarətdir ki, biz sizi qismən də olsa biraz maarifləndirək. Doğuran səbəblər hansılardır? Soruşa bilərsiniz. Nədən bu yaranır? Yəni, bütün dünyada belədir. Tək bu Azərbaycan üçün, Azərbaycan reallığı üçün deyil. Burada işsizlik təsir edə bilən faktorlardan biridir. Yoxsulluq, kasıblıq, az əmək haqqı ilə işləyən işçilər, məişət zorakılıqları, erkən nikahlar, narkotik vasitələrə aludəçilik, sərxoşluq, dilənçilik, əxlaqsız yuvaları saxlamaq və bütün bunlar hamısı insan alverinin doğuran səbəblərdən biridir. Yəni, o sosial çətinliklər, yoxsulluq, işsizlik, təkcə ilə insan alveri cinayətlərinə səbəb şərait yaratmır. Eyni ilə digər cinayətlərin, yəni tamah motivi ilə, tamahla törədilərək, digər cinayətlərin törədilməsində kifayət qədər böyük rol olur. Bankdan böyük bir məbləğdə kredit götürülür və həmin o gəlin, dırnaqarası məcbur olub o krediti ödəyənə qədər insan alverçilərinin tələblərini əməl etmək mümkün olur. Və müəyyən müddətdən sonra onların irəli sürdüyü, təklif etdiyi bütün sadaların, mütəşəkkil cinayətkarlığın digər növlərindən gələn gəlirdən az deyil. 50 milyard dollar il ərzində pul verir.
gətirdilər, təhvil verdilər. Verdik, pulu da aldı. Və deyim ki, məlumatlar yayılır. Orada Amerika Birləşmiş Ştatları vətəndaşının birinin qurbanlarına hörmət ehtiramla yanaşsınlar. Bizi onların qəbul etdiyi kimi, canlı əmtəy kimi qəbul etməsinlər. Düşdüyümüz şəraitdən çıxaq. Və dövlətin məqsədi öz vətəndaşının tapdalanmış, pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Yəni, bayaq mən qeyd elədim, ölkə konstitusiyasında 12-ci maddədə dövlətin öz vətəndaşları ilə bağlı ali məqsədi var. Bilirsiniz, nədir o? Dövlət deyir ki, bax, hər birinizə müraciəti, 10 milyon ailə müraciət edib deyir ki, ay mənim vətəndaşlarım, mənim ali məqsədim, biləsiniz, sizin hüquq və azadlıqlarınızı və layiqli həyat səviyyənizi təmin etməkdən ibarətdir. 12-ci maddə iki cümlə verir. Əslində baxanda qürurverici bir maddədir bu. Azərbaycan xalqının iradəsini ifadə edir. Yəni bu elə-belə sıradan bir qanun deyil. Ölkə prezidenti 14 fevralda Konstitusiya Məhkəməsinin qarşısında əlini konstitusiya basaraq almışdır. Başqa, sonra da Qur'an-ı Kərimə əlini basaraq almışdır. Bunların mənaları var. Yəni konstitusiya kifayət qədər müqəddəsdir. Burada sizin ata-babalarınızın iradəsi ifadəsi var. Ona görə prezident əlini konstitusiya basıb bir dəfə ona Nazirlik hər bir komitə bu sahədə öz gördüyü işin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinin birinci müavininə, milli koordinat ona hesabat verir. Bu hesabat da ildə 2 dəfə Milli Məclisdə canlı şəkildə milli koordinator tərəfindən bəyan edilir. Yəni ona görə bizim də borcumuz, vəzifəmiz ondan ibarətdir ki, bax burada biz də seyirci mövqedə deyamayaq, bir yanarıya qapılmayaq, sizə müəyyən mənada insan alıbı ilə bağlı bəzi şeyləri çatdıraq, yəni o bilginizlə bağlı. Amma mənim oxuduğum bir Birləşmiş Millətlər Təşkilatının bir adı da var, onu da çatdırım sizə. Bax, yenə Amerika Birləşmiş Ştatlarından insanların qurbanına çevrilən bir vətəndaşı öz bir növ güclü vəziyyəti çatdırır. Pandemiyanın vaxtı idi, Covid-19 vaxtı. Açığı dediyim ki, o zamanlar pandemiya vaxtında biz insanlar kifayət qədər əzgin, həyatdan küskün, yaşamağa meylimiz olmayan bir vaxtlar, vədə idi. Ola bilsin ki, bu xəstəliyin təsirində idi və biz aldandıq. Verilən təkliflərə dərhal razılıq verdik və sonradan gördük ki, bu tələdən çıxmaq qeyri-mümkündür. Və artıq biz bu qəlibdən çıxa bilmədiyimizə görə insan alışverişlərinin bütün təklifləri ilə razılaşmalı olduq. Və üzünü tutur, heç kimə yox. Birləşmiş Millətlər Təşkilatı, Amerika Birləşmiş Ştatları kifayət qədər BMT-ni və digər BMT-nin müvafiq qurumlarını əlində saxlayan bir dövlətdir. Təsəvvür edin ki, bu insan alışverişçiləri nə qədər həssas, mütəşəkkil, peşəkar, bir cinayətkar qrupdular ki, mütəşəkkil dəstədirlər ki, Amerika vətəndaşı da bu insanların qurbanına çevrilə bilir. Fikir verin. Deməli, Birləşmiş Millətlər Təşkilatı, BMT, dünya faktiki olaraq bu cinayətlərin əlindən qurtula bilmir. Və hara yaşı qopardırlar ki, nə edək ki, bu cinayətlərin kökünü kəsək. BMT-nin üzvü olan təxminən 200 dövlətin 161-i bu sahədə olan bütün konvensiyaların normalara qoşulub. Azərbaycan da həmçinin. Amma bilirsiniz, mübarizənin səmərəsi niyə yoxdur? Ona görə ki, dövlətlərin əksəriyyəti qoşulduğu bu normaların icrasında biraz qeyri-ciddi baxırlar. Dekorativ xarakter daşıyan addım atır. Köləliyə xas tərzdə böyüməmişsiniz və böyüməyin. Məişət zorakılığı və məişət zorakılığına susmağın özü
köləliyi qəbul etməkdən ibarətdir. Təcrübə göstərir ki, ata öz yoldaşına qarşı necə davranırsa, oğul da gələcəkdə öz övladına qarşı, öz həyat yoldaşına qarşı atasının gördüyü təcrübəsindən faydalanacaq. Və yaxud da qız anasının susqunluğu, atasının kobud, qaba hərəkətləri qarşısında qız necə susursa, gələcəkdə o qız nikaha daxil olarsa, o da o şəkildə susacaq. Və təbii ki, bizim daha çox məişət zorakılığıyla bağlı faktların ayaq tutub yerilməməsi, yəni vaxtında bizim məlumatımızın olmaması bu məsələnin dörd divar arasından kənara çıxmamasının nəticəsidir. Bakıda Nizami rayonundakı o, nədir o, 5 nəfər öldürdü? Əhməd. Sonra da məlum oldu ki, bu adamın psixi çatışmazlığı var, ağıldan kəmdir, xəstədir. 5 nəfəri, ata, ana, qardaş, bacı uşağı. Bu analıqla, Sovetin vaxtında belə şey olmamış. Görməmişdik biz polisdə ki, bir ailədə bir... Yəni, mən hətta məlumat da, yəni öz mülahizələrim bir oldu ki, hüquqşünas xidmətlərim dedi ki, ola bilməz ki, xəstə adam, taksi sürücüsü, maşın sürən adam, əməlli başlı bu cinayətə hazırlıq olaraq getdi, maşını saxladı, balta aldı, gəldi, atasını öldürdü, anasını öldürdü, yəni bu ağırdan kəm adam, öz hərəkətini ölçüb biçə bilmən adam bu şəkildə addım atmağın qeyri-mümkündür. Ola bilsin ki, hadisəni törədən ərəfədə o məqamda ola bilər, gücü həyəcan. Amma hər halda həkimlə belə rəy verir. Nə deyə bilərik ki? Və düşünürəm ki, qonşunun orada bir nüans vardı ki, qışqırığa qonşu qapı döyür. Hətta polis də, qonşu polisə zəng vurur. Polis də gəlib qapını döyür. O cinayətkar uşağı məcbur edir ki, dur deyinən ki, heç nə yoxdur, gedə bilərsiniz. Və polisin də artıq səlahiyyətindən kənarda qapını sığdırıb içəri daxil olmaq. Bunda başqa məlumat yoxdur. Çünki olmazdı, amma bizim vaxt, Sovetin vaxtında biz pəncərədən qapıdan içəri girərdik. Yəni, əgər doğrudan həmin vaxt polisin səlahiyyəti daxilində olsaydı, qapını sındırıb içəri daxil olmaq, o cinayətkar yəqin ki, vaxtında zərərsizləşdirilib və bəlkə də hadisə olmazdı. Polis də təbii ki, ola bilsin ki, biraz uşağın o şəkildə həyəcanlı danışmaması, tam onu inandırması ki, heç nə yoxdur, nə yatırır filan, saat gec olur. Ümumiyyətlə, bu hadisələrdə mən düşünürəm ki, qonşu da gəlib bir yana qatılmasın. Erkən nigahda da susmaq olmaz. Susmayın. Bunlar hamısı fəsad gətirən şeylərdir. Erkən nigah o uşağın, doğduğu uşaq nə olacaq ki? O ölkə kimi hansı vətəndaşı gətirəcək? Yəni, belə şeylərə belə ciddi yanaşaq. Üzr istəyirəm, səndə uşaqlar var, valideyninə gelib şikayət edirsən ki, övladım belədir. Sənə qulaq asmır, yox, mənim övladım belədir, düzdür. Təbii, belə hallar da var, amma ümumilikdə cəmiyyət onun üçün biz axı, bax, yenə ölkənin konstitusiyasından danışacağım. Deyir ki, ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Bu cəmiyyət, ailə cəmiyyətin lokomotivlərindən biridir. Ailə cəmiyyətin əsas özəyi olmasa, bu xalq necə formalaşacaq? Və bu xalq dövlətin təməlini necə təşkil edəcək? Mümkün olan şey deyil axı bu. Ona görə düşünürəm ki, cəmiyyətin əsası olan ailə necə olmalıdır, onu da özümüz bilməliyik. O uşaq oxumalıdır. Bizim vaxtımızda uşaq dərsə gəlməyəndə, müəllim gəlib qapını deyirdi. Uşaq niyə dərsə gəlmir? Ona görə valideynlərin ümumiyyətlə erkən nigahla bağlı susması və razılıq verilməsi vallahi cinayətdir. Yəni, bunu etməyin. Lazımdır bu uşağa görə valideyn əzab çəksin və yaxud da əksinə. Olmasın belə şeylər.
Təbii ki, işsizlik Azərbaycanda var. Amma kimin ki ali təhsili var, yəni işsizlik ümumilikdə cinayətkarlığı doğuran səbəblərdən biridir deyə mən bunu deyirəm. Amma işdən çox iş var. Baxın, Adil müəllimlə biz keçən dəfə rayonlara gedirik, sübh tezdən cavan oğlandır, geyinib, keçinib, əlində süpürgə, böyük salafan göçüb, küçəni süpürür. Eyb deyil. Bax, o insan algının qurbanına çevirmək eyibdir. O yalan vədlərə inanmaq eyibdir, sonra geri qayıtmaq mümkün olmur. Başını aşağı salıb, ayda 450-5 manatını alır da, nəyə pisdir bunu? Dilənmir ki. Yəni, halal zəhmətlə işli pul qazanmağın kimsə nə deyirsə, o deyirsin. Siz öz düşüncənizdə olun. İşdən çox iş var. Ali təhsillər üçün Dövlət İmtahan Mərkəzi kifayət qədər meydan yaradır. İmtihana verin, işə qəbul olunur. Burada da bilik lazımdır. Burada da səriştə, düşüncə lazımdır. Amma beləlikdə, bu ümumilikdə, bəli, bax, burada miqrasiya, dinlər arasında münaqişələr, xalqlar arasında münaqişələr, dövlətlər arasında müharibələr və miqrasiya problemi insan algıya ən çox yaranan faktorlardan biridir. Ən çox. Yəni, biz uzun illər, bizim işğal olmuş ərazilər, müəyyən kilometr sahəsi dövlətin nəzarətində deyil. Ermənilər, bizim qonşu dövlətlərimiz, İran, nələr o dövlətin nəzarətinin olmayan ərazilərdən daşımırlar? Narkotik vasitənin qanunsuz dövlətçilik, qanunsuz silah daşımaq, hətta insan alımı qurbanları da mümkün idi oradan, sonradan bizdən çatırdı. Amma indi görürsün, Azərbaycan bütün sərhəd boyu çox ciddi nəzarət var. Yəni, bu faktorda, miqrasiyada bizdə yoxdur artıq. Amma deyək ki, Ukraynanın hətta körpə uşaqları da insan alımı qurbanlarına çevirirlər. Bilirsiniz, uşaqlardan nəyə istifadə edirlər? Onların daxili toxumalarından istifadə edirlər. Daxili toxumalarından istifadə edirlər. Və o da çox bahadır. Cavan qızları məcbur edirlər, surrogat analığa məcbur edirlər. Və doğulan uşaqlardan, körpələrdən yenə onların daxili toxumalarının transplantasiya üçün istifadə olunur. Görürsün, bu insanlar nələrə əl atırlar. Ona görə bu cinayətkarlığı, insan alverli cinayətlərini, mütəşəkkil cinayətkarlığın və transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növü kimi bütün dünyada belə qəbul olunur. Ona görə buna qarşı mübarizə çox sərt və prinsipal şəkildə olmalıdır. Bu cinayətkarlara qarşı yüngülləşdirici hal qəbul etmək olmaz. Bizim cinayət məcəlləmizdə, hər ölkənin cinayət məcəlləsində var. Çünki bunlar nə etdiyini çox gözəl anlayırlar, onun fərqindədirlər. Bilirlər ki, onlar insanı oğurluyurlar, aparırlar, bunu istismar edəcəklər və ilaxır. Belə olduğu halda bunlara güzəşt nə olmalıdır ki? Yəni, ehtiyatsızlıqdan ki, bilmədim, sərf etdim falan, bunlara bu getmir. Çünki bunlar birbaşa qəsdən törədilən cinayətdir. Burada bu Birləşmiş Millətlər Təşkilatının təbii ki, irəli sürdüyü şərtlərdir. Deyir ki, qadınlar və qızlar, onların tələbatı daha çoxdur kişilərə nisbətən. Bunların tələbini vaxtında görmək və ödəmək lazımdır. Razıyam bu faktorlar. Yəni, bəzən ana gərək öz qızıyla dostluğu bacarsın. Bilsin ki, bunun ehtiyacı nəyədir? Onu ödəsin vaxtında. Və ödəməyən də təbii ki, burada milli mexanizmlər, milli mənəvi dəyərlər var. Hər bir ölkə üçün bu xas olan cəhətdir. O dəyərlərə istinadən biz bu yeniyetmə qızlarımızla bağlı, öz bacılarımızla, hətta yoldaşlarımızla bağlı bunların tələbatının daha çox nəyə kökləndiyini bilməliyik və onun aradan qaldırmaq üçün addım atmalıyıq. Tam səmimi ifadədir ki, telefonlar bu günləri insan alveri üçün və hətta qəliz
milli mənəvi dəyərlərimizə zidd olan, əxlaqımızı tamamilə körlayan hallarla bağlı geniş meydan açıb telefonlar. Bu telefonları, mən onun tərəfdarıyam ki, uşağa telefon verilməsin. Vallahi bu telefonların, o gələn o məlumatlar, o bütün əxlaqımızı, milli mənəvi dəyərlərini tapdalayan, onları hörmətsizlik ruhda baxdığımız, gördüyümüz şeyləri uşaq baxanda o uşağın qabağını saxlamaq sonra çox gec olacaq. Çox gec olacaq. Ona görə o doğuran səbəblər ki var, biz onun zamanında qarşısını alsa daha çox yaxşı olur. Da o baş verəndən sonra onun qarşısını almaq nə mənası var ki? Bax, indi bizim bu auditoriyada söylədiyimiz sizin üçün kifayət qədər düşünürəm ki, səmərə verəcək bir addımdır, davranışda atılır biz. Amma bu, artıq bu yolu keçmiş insanlar bizim bu danışmağımın heç bir xeyri yox. Respublika Daxili İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda, ölkəmizin digər regionlarında insan alveri qurbanları üçün kifayət qədər saxlanıc yerləri var, reabilitasiya mərkəzləri var, sığınacaqlar var orada. Orada da bir neçə dəfə mən olmuşam orada. Bir neçə dəfə. İraq oradakı qurbanlar sizlərdən, bizim uşaqlarımızdan əsla seçilmirlər, fərqlənmirlər. Amma onların qaldığı yerlər tamamilə gizlin saxlanır. Onunla bağlı hətta valideynlərdən də hər hansı məlumat verilir. Çünki onların cəmiyyətə adaptasiyasından sonra suallara cavab vermək lazımdır. Atasının, anasının, qardaşının, qonşusunun. Ona görə tam onların psixoloji durumu da bərpa olunduqdan sonra onlar cəmiyyətə inteqrasiya olunurlar. Və bu da təbii ki, öncədən onların yaxınları doğmalarla bağlı söhbət olunduqdan sonra bu məsələ həllini tapır. Daxili İşlər Nazirliyi, hökumət kifayət qədər bunun vətəndaşların sağlamlıqlarının bərpası ilə bağlı kifayət qədər pul xərcləyir. Onların saxlama yerləri çox yaxşıdır. Həyat bacaları var, televiziyaları var, bütün yataq otaqları, sanuz yerləri, hər şey yerində və güclü müəllimləri və həkimləri, psixologları var. Yəni, amma mən düşünürəm ki, valideyn özü öz uşağının müəllimi və psixoloq olmalıdır. Belə olarsa daha yaxşı olar. Və bugün biz belə davranmasaq, onda bizim bilirsiniz nə qədər psixoloqa ehtiyacımız olacaq. Gör nə qədər. Amma yenə deyirəm, bu cinayətlər 2005-ci ildən Azərbaycana ayaq tutdu, yeridi və şükür Respublika Daxili İşlər Nazirliyinin böyük kollektivi və təbii ki, milli fəaliyyət planında əksini tapmış digər dövlət qurumları, mərkəzi icra hökuməti orqanları koordinasiya şəklində öz işlərini qura bilirlər və bu sahədə kifayət qədər səmərə verici və qürur verici hallar var. Yəni, bu yaxınlarda baş idarə rəisi vardı, general-mayor Həzi Aslanov. O, BMT-dən bir qonaq gəlmişdi, insan alverindən bağlı. Orada dedi ki, ümumiyyətlə, Azərbaycanda insan alveri cinayəti yoxdur. Cəsarətlə dedi bunu. Və mən onunla razıyam. Bizdə yoxdur doğrudan da. Sadəcə yuvalar var, zəif ailələr var, zəif cəmiyyət var, zəif məktəb var, zəif kollektiv var. Bir ailə, 5 ailə üzvdən ibarət olan ailə bir nəfəri tərbiyələndirməyi bacarmalıdır. Bir sinif, əgər 25 nəfərin sırasında biri həddini aşmışsa, onu kollektivə qaytarmalı, onu tərbiyələndirməyi bacarmalıdır. Bir yetkinlik yaşlarına çatmadan işləyə üzrə inspektorumuz xanım bir məktəbdə əgər doğrudan da narkotik vasitələr meyilli, digər cəmiyyətə zidd davranışlı şagirdləriniz varsa, onları geri döndərməyə gücü çatmalıdır. Əgər bu yoxsa, onda nə Daxili İşlər Nazirliyi, nə bu milli fəaliyyət planı heç buna kömək etməyəcək. Antropoloq
yəni insanların öyrənməsi ilə bağlı alim Mərtə qaldı. Deyir, axı, bu səbət bir nəfər üçündür. Bir nəfəri biz mükafatlandırmaq üçün. Niyə siz hamınız bir yerdə qalsınız, gərgəni pozmalısınız? Deyir, yox, bizdə bir nəfər, hamı üçün, hamı bir nəfər üçündür. Bu prinsiplə bir işləyik. Ona görə bu səbət hamımızın olmalıdır. Hamımız ondan dadmalıyıq. Və ona görə də bu insan bir qurbanı da, əgər qonşumun varsa, o mənimkidir. Belə düşünək. Başqa məktəbdə varsa, bu sizin məktəbin uşağıdır. Başqa rəyonda varsa, bu rəyonu, yəni biz belə qəbul etməsək, ictimai bir üzv kimi, başqa biz buna mübarizə apara bilməyəcək. Çox sağ olun, uğurlar istəyirəm. İndi isə çıxış üçün sözü verilir Şabran rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi polis polkovniki Hidayət Babayeva. Hörmətli Şəmsəddin müəllim, hörmətli şagirdlər, hər birinizi öz adından salamlayıram. Hər birinizə bundan sonraki həyatda, gələcəkdə uğurlar arzulayıram. Həqiqətən də bugün insan alverinə qarşı mübarizədə və bugün bu maarifləndirmə tədbirinin keçirilməsi xüsusilə vacibdir, vacib şərtlərdən biridir. Çünki siz bizim gələcəyimizin gənclərisiniz, yetkin gənclərisiniz və xüsusilə də bu tədbiri sizinlə birgə keçirmək xüsusi əhəmiyyət kəsb edir. Və Şəmsəddin müəllim qeyd elədi bütün onun istiqamətlərin, hüququ və beynəlxalq normalarını və cinayət yolu ilə həyata keçirilən bütün hərəkətləri və bununla bağlı mən də qeyd eləmək istəyirəm ki, Cinayət Məcəlləsinin qeyd elədi Şəmsəddin müəllim ki, 144-1-ci maddəsi ilə insan alverinin məruzlarının və yaxud da ki, bunu həyata keçirən mütəşəkkil dəstənin, bunun marağında olan digər insanların gəlir mənbəyi kimi nəzərdə tutulan bir əməlin törədilməsi ilə bağlı. Eyni zamanda orada məcburi əməyə cəlb olunması da var ki, o 144-2-dir. Və eyni zamanda həm insan alverinə qarşı, həm məcburi əməyə qarşı zorakılıq və ya belə zorakılıq hədəsi ilə insanların bu yolla və bunların vasitəsilə istismar olaraq bunlardan gəlir əldə etmək üçün müvafiq sənədlərin düzəlməsi və həyata keçirilməsi üçün həmin Cinayət Məcəlləsinin 144-3-cü maddəsi bugünkü gün üçün nəzərdə tutulmuşdur. Və eyni zamanda qeyd etmək istəyirəm ki, Şəmsəddin müəllim yenə qeyd edirəm ki, bütün bu istiqamətlərə toxundu, vacib olan normalara. Həqiqətən də bu bizim günümüz üçün vacib, əsas, xüsusi vacib olan bir istiqamətlərdən biridir ki, bu insan alveri qeyd olunan adı qısa və konkret göstərsə də, amma böyük əhatəyə malik olan bir istiqamətdir. Və orada qeyd olundu ki, ailələrdə baş verən hər hansı bir xırda söz-söhbətdən, münaqişədən və yaxud da ki, digər xoşagəlməz ailələrdə baş verən hadisələrdən doğuran səbəblərdən biri də bu istiqamətdir. Və eyni zamanda bunun o qeyd elədi ki, əsas xüsusilə gəlir əldə olunması üçün silahın satılmasına, narkotik vasitələrin dövriyyəsinə və insan alveri ilə mübarizədə həqiqətən də mütəşəkkil bir dəstə olaraq formalaşır və buradan müəyyən gəlirlərin əldə olunması üçün çarəsiz, imkansız, köməksiz qalan insanların istismarından istifadə olunaraq həyata keçirilir. Və bugün də Şabran şəhərində belə bir tədbirin keçirilməsi həqiqətən də alqışa bərabərdir. Çünki vacib şərtlərdən biridir. Eyni zamanda biz polis olaraq qeyd etmək istəyirik ki, həm 2025-ci ilin ötən dövrü ərzində, həm bundan qabaqki dövrlərdə bu istiqamətdə, bu cinayət faktı ilə bağlı heç bir cinayət faktı rayon ərazisində aşkar edilməmişdir. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, mən Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış rəisi işlədiyim müddət ərzində
orada qeyd olunan fakt üzrə, yəni insan alverinə məruz qalmış 3 cinayət hadisəsi bağlı qalmışdır ki, o da 2005-ci ildən qabaqki dövrlərə təsadüf edir və xüsusilə də qadınlar üzərində həyata keçirməklə onların Türkiyə Respublikasına və yaxud da ki, Birləşmiş Ərəb Əmirliklərinə müəyyən yollarla aparılaraq onların istismarı həyata keçirmişdir. Qurbanlar dedik onlar. Və bu gün də həmin insanlar, həmin bu cinayətin qurbanları bu gün də Xaçmaz rayonu ərazisində yaşayır və onları bu istismara cəlb edənlər isə də bugünkü günə kimi də bağlıdır. Çünki onlar müxtəlif adlarla, müxtəlif ünvanlarla və müxtəlif sənədləşmə sənədlərlə bunların istismarını həyata keçirir və aldadaraq sərhədlərin keçilməsini təmin edir və onlar sonra orada yoxa çıxır, itir və bunlar da çarəsiz vəziyyətdə qalıb istismara məruz qalır və müəyyən bir dövlətin köməkliyi ilə həmin insanlar bugün gəlir, qayıdır Respublikaya və Respublikada öz həyatını davam edir. Eyni qaydada qeyd etmək istəyirəm ki, tək bu istiqamətdə deyil, eyni formada bugün kütləvi informasiya vasitələri və yaxud da ki, texnologiya geniş şəkildə mövcuddur. Hər birimiz hər gün olaraq yaşından asılı olmayaraq bu texnologiyanın istifadə qaydalarını həyata keçiririk və orada həm xoşa gələn, həm maarifləndirmək üçün lazım olan bu normaları, həm də ki, xoşa gəlməyən və xüsusilə də qəbul olunmayan orada video çaplar, nə bilim, müəyyən danışıqlar, sözlər, söhbətlər və eyni zamanda da o TikTok sosial şəbəkəsində azyaşlıların da bəli bu istismara məruz qalmasını müşahidə edirik və rast gəlirik. Və xüsusilə də bunun qeyd olunması ondan ibarətdir ki, həqiqətən də siz bizim gələcəyimizin artıq yetkin gənclərsiniz, həm 9, həm 10, həm 11-ci siniflər üçün nəzərdə tutulur ki, bu, yəni artıq siz məktəbi başa çatdırdıqdan sonra xüsusilə olaraq ali təhsil almaq üçün müəyyən təhsil ocaqlarına üst tutacaqsınız. Ola bilsin ki, orada siz tək yaşamalı və yaxud da ki, təhsil almaq üçün kirayədə qalmalı. Ola bilsin ki, orada maddi maraq haradasa üstün gələr. Belə yollardan çəkinmək üçün sizə xüsusilə bax, bu tədbirin gedişi və yaxud da bu tədbirin keçirilməsi bir örnəkdir. Və çalışmalısınız ki, bu deyilənlər sizin üçündür. Siz bizim həm dövlətimiz üçün, həm gələcəyimiz üçün, həm də özünüz üçün xüsusi yer tutan və yaxud da ki, yaxşı təhsil alıb daha da irəli gedən müəyyən vəzifələrə, müəyyən uğurlara sahib olan gənclərdir. Və mən hər birinizi bu istiqamətdə uğurlar arzulayıram. Arzu edirəm ki, gələcəkdə siz öz layiqli yerinizi tutasınız. Belə hallara rast gəldikdə və yaxud da ki, bu istiqamətdə hər hansı bir söz və yaxud da fikir və yaxud da ki, danışan, bildirən olsa, onu bu yoldan çəkindirməyi sizə tövsiyə edirəm. Sağ olun, çox sağ olun. Sualı olmalı. Sualların sonra verəcək. İndi laf sonunda sualları var. İndi isə çıxış üçün söz verilir hüquqşünas Aydın Kərimov. Mən məktəblərlə görüşməkdən çox şadam. Çünki mən müəlliməm özümdə. Bu faydalı ola bilər bu tədbir. Mən ondan əvvəl bir şey deyim. Aydın müəllim, peşəkar hüquqşünasdır. Uzun illərdir pedaqoji fəaliyyətlə məşğuldur. Keçmişi də Ədliyyə Nazirliyinin birinci müavini olub, cavan generaldır. Həm də Turizm və Menecment Universitetinin də hazırda həm hüquqşünası, həm də pedaqoqdur. Ona görə bax, auditoriya baxmış, diqqətinizin sualı verə bilərsiniz. Şəmsəddin müəllim sağ olsun ki, mən bura gələndə, dəvət edəndə mən böyük məmnuniyyətlə razı oldum ki, bura gələm. Əvvəla birinci Şabrana gəlmək həmişə bir bayramdır. Təbiəti, gözəl insanları, gözəl ziyalıları, bunlarla görüşmək həmişə xoşdur bizim üçün. Bu məsələnin birincidir. İkinci tərəfi odur ki, biz bayram əhval ruhiyyəsində, bayramları təzəcə qalbada gələn, gözəl böyük bayramları yola verəndən sonra gəlmişik, bura gəlmək,
Yəni bu tədbirdə iştirak etmək çox xoşdur. Və mən istəyirəm ki, burada bu bayramlarla bağlı, bu tədbirlə bağlı bir giriş verim. Deməli, mən təsəvvür edin ki, siz bu uşaqlar yaşlı olan, mənim qızım Sevda, siz tanıyırsınız, yaşlıdır. Deməli, bu gün gəldi, dedi ki, 9-da oxuyurdu. Dedi ki, ata, Laçın Şuşa gedəndə sən haradaydın? İndi bunun yaşlı insanlar bilərdən nə deməkdir bu? Yəni, adamın övladı gəlib, deyir ki, ata, Laçın Şuşa gedəndə, ermənilər işğal edəndə sən haradaydın? Dedim, Bakıda. Dedi, nətər yəni, başa düşmədim. Laçın Şuşa getdi, sən də Bakıda gəldin. Bu mənə bir valideyn kimi, yəni, ittiham deyir, çox böyük ittihamdır, valideynlər bilərlər. Deyir ki, yəni, ölkəmizin bu şeydə gözəl yeri, Şuşa getdi, Laçın getdi, sən də orada ölmədin, gəlin Bakıda gəlirdin. Bu çox ağır bir ittihamdır. İçimdə neçə idilər bu mənim içimdə gedirdi, gəlirdi. İndi deyəndə yenə qəhərlərim. Deməli, elə ki... Bizim belə gəncliyimiz var. Elə ki, müharibə... Elə ki, deməli, bu 44 günlük müharibədən sonra gəldi, Şuşa alınandan sonra dedim, bura gəlin uşaqlarla. Deməli, onu da deyim də bu başına. Deməli, müharibənin başlamasında, sentyabrın 26-sı mənim oğlum əskəri idi. Sentyabrın 27-sində bizim hücumumuz başlayıbdı. O gedib, demək, döyüşək müharibəyə gedibdi. Böyük qızım Almaniyada cərrahdır, tanıyışaqlarından ki, çox birinci kategori cərrah, çox gözəl cərrahdır. Və müharibə başlayandan 3-4 gün sonra çıxdı gəldi bura, əri ilə bir yerdə gəldilər bura və burada bizim hospitallarda, bizim xəstəxanalarda cərrahiyyə işlərinə məşğul oldu ki, hər gün qanun içində, yəni hər gün bu işlə məşğul oldu. Həmin mənə sual verən o qızlar, həmin günü, həmin vaxtı təbibdə hüquq şöbəsinin müdürü idi. Deməli, təbib tip sistemində. Çox sağ olun. Deməli, təbibdə hüquq şöbəsinin müdürüdür. İndi mən onunla bağlı bəzi üçün ki. Demək, onunla bərabər, o təbibdə onu niyə deyirəm? Çünki yadınızda salın, bizim oradakı zabitlərimiz daha yaxşı bilirlər. Müharibə dövründə elə bir dənə də olsun tibbi sahədə problemimiz olmalı. Bir əskər yoxudur ki, onun cantasında bütün tibbi ləvazımat olmasın. Bir medpunkt tibb məntəqəsi olmadı ki, orada bir gün bizim xəstəmiz gəlsin, məsələn, tutaq ki, yerləşdirilməsin. Bir hospitalda gözlənilmədi ki, kimsə koridorda yatsın, sonra gətirər işəri. Neçə min yaralımızın hamısı dəqiq saat kimi işləndir. Bir dənə dərman çatışmazlığı, bint çatışmazlığı falan olmadı. Yəni, bu da o işlə məşğuldur. Getmiş onun. Dedim, indi bura gəlin. O vaxt mən geçsəydim əgər müharibəyə. Sən dediyin kimi də qızıma deyirəm, özü ağlayırdı. Deyirəm, mən geçsəydim müharibəyə, mən orada öləcəyim. İndi bugün mən indi nə edirəm, nə ilə kömək edə bilirəm, başqa şey. Amma siz axı üçünüzdən bir yerdə gəlib, bugün qardaşım döyüşdə, o burada, bu burada. Siz üçünüz də bunu kömək edir. Yəni, mənim getməməyim sizin yetişməyinizi kömək edir. Geçsəydim, ölsəydim, nə olacaq, siz də olmayacaq. Nəysə, yəni deməm odur ki, bundan sonra qələbə biz nəslin, bizim nəslin, yəni Şəmsət müəllimin, cənab polkovnikindən biz biraz da onlar cavanlar, amma bizim nəslimizin üstündən də bir deyini götürülür, bir ittihamı götürmüş oldu qələbə. Və mən bugün həm ümumilli, ümum-ictimai ləzzət alıram həyatdan ki, bu qələbəmizdən, bu günümüzdən, bu bayramımızdan, bu televiziyada göstərilən bu epizodlardan, prezidentimizin çıxışından həm ümumi ləzzət alıram, həm də şəxsi. Özüm belə qürur duyuram ki, bu mənəm, var getmədi, nə olur getmədim, indi sən mən bununla itham edə bilməsin. Yəni, bunu elə belə dostlarımla görüşdüyümə görə istəmirəm ki, siz də valideynləriniz mənim kimi ittiham edəsiniz. Amma biz qalib, biz dözdük və biz o xalqıq ki, təsəvvür edin ki, ölkəmizdə 7 milyonunda əhali idi. 7 milyonun 1 milyonu Şəmsədmən, 1 milyonu hər 7 nəfərdən biri qaçqınıdır. Amma bir dənə problemimiz olmalı, bir dənə qarşı durumu olmalı, bir dənə toqquşma olmalı. Öz evlərini bugünə qədər onlara vermiş insanlarımız var və hamısı getdi. Yəni, böyük xalqıq, qüdrətli bir xalqıq və siz də... 14 mindən çox şəhid edildik. İkinci Qarabağ müharibəsində. 14 mindən çox. 4 min nəfər bu gün hələ yenə yetkin düşür. Amma 222 nəfərlik milli qəhrəmanımız var, 87 nəfər, bəli, 87 nəfər vətən müharibəsi. Polislərin sırasında da 67 nəfər milli qəhrəmanımız var. Hələ belə deyil. Çox sağ olun, çox sağ olun. Deməli, mövzumuz çox ağır mövzudur. Çox insan ailəsinin cinayətlərindən bağlı
söhbət çox ağır, mövzu çox ağırdır. Çünki bunu danışmaq, bu haqda geniş, bax, Şəmsəd mən burada, cənab polkovnik danışdı, Şəmsəd mən danışdı, onlar da tam açmadılar. Açmadılar, deyə bilmir, danışmaq olmur. Bu mövzu ağır mövzudur. Bunu oturub xırdalığına görə açmaq olmur. Amma bilin, bu çox böyük bir faciədir. Əgər bu cinayətdən deyir ki, 161 cinayət açılıbdır. Bilin ki, 161-i açılıbsa, deməli 1100, hələ 600 o yan tərəflər, hələ onlar açılmır. Hələ onlar, kimsə harada bu faciəni yaşayır, kimsə bu dəqiqə hələ xaricdə öz vətəninə, evinə, ailəsinə qayıtmaq istəyir, qayıda bilmir. Yəni, bilin ki, bu problemlər var və bu problemlərin də səbəbi çoxdur. Burada çoxunu dedilər, qəşərat danışdılar. Amma mən bir şey deyim, bax, dedik ki, burada, Şəmsəd mən dedi, sonra bizim polis əməkdaşları da yəni, bu sayədə çox fəal iştirak edirlər. BMT çalışır ki, Birləşmiş Millətlər Təşkilatı, yəni dünya dövlətləri çalışır ki, bu cinayətlər olmasın. Çalışır da, bəyannamələr qəbul verir, bəyanatlar verir, konvensiyalar hazırlayır, müqavilələr bağlayır, dünyanı buna kökləndirir. Deyək ki, hər bir ölkə ayrılıqda ona qarşı mübarizə aparır, bizim ölkəmizdə də proqramlar qəbul olunur, qanun qəbul olunur, Daxili İşlər Nazirliyində xüsusi böyük bir idarə açılıbdır, ictimaiyyət bunlarla, qeyri-hökumət təşkilatları buradadır, dövlət orqanları, icra hakimiyyətləri və s. Hamı bundan mübarizəyə cəlb olunur da. Məktəblər bundan bağlıdır, gedirik, danışırıq, deyirik, izah edirik. Hamımız bunun əleyhinə durmuşuz, amma qalib gələ bilmirik. Onun kökünü kəsə bilmirik, kəsə də bilməyəcək yəqin ki. Çünki niyə? Onun səbəbləri var. Bax, mən istəyirəm ki, bu haqda biraz danışam. Onun səbəblərinin birincisi odur ki, ortada çox böyük miqdarda pul var. Çox böyük məbləğdə pul var. Burada deyilir. Bax, o pulun çoxluğu bu cinayətlərin ağır olmağından, hətta cəzanın ağır olmağından asılı olmayaraq, o adamları riskə getməyə aparır və o cinayətkarlar, yəni o insan alveri ilə məşğul olan insanlar buna gedirlər. İkinci, ən ağır məsələlərdən biri odur ki, onlar sistemli işləyirlər, şəbəkələşiblər. Bütün dünya səviyyəsində bunların şəbəkələri var, çətələşiblər, doğru bir şey demişəm. Bu çətə onlara qarşı mübarizə aparma oldu. Onların özlərinin psixologları var, özlərinin hüquqşünasları var, özlərinin metodikası var ki, insanları necə cəlb edək, necə onunla əlaqəyə girək, necə çağıraq. Bank hesabları var, bank hesabları. Bəli, bəli. Və bunlara necə bu sistemi quraq, necə hardan hara ataq, necə hardan ataq və s. Yəni, öz metodikalarını hazırlayırlar. Bunlar hamısı belədir. Üçüncü səbəblərdən biri, bunun qarşısını ala bilməməyimizin səbəblərindən biri odur ki, bu haqda danışmırıq. Cəmiyyətlərimiz danışmır, utanırıq, qorxuruq. Yəni, öz içimizdə bunun mənəvi cəhətdən də naqis olduğunu bildiyimiz halda heç kimlə danışmırıq. Valideyn uşağı ilə, uşaq valideyni ilə danışmır. Nəsə narahatçılıq var. Mən maraqsız olan kimi işarə verim, mən həmin dəqiqə dayanacam. Yəni, məndə biraz verin. Deməli, üçüncü budur ki, deməli, dediyim kimi də, biz bu cəmiyyətdə bunu çox danışmalıyıq, çox deməliyik ki, göstərməliyik. Məndən olsaydı, bu ekranda o qurbanlar ki var, deyirik ki, qurbanlar. Qurban nədir? Yəni, qurban həmin cinayətin nəticəsində əzab çəkən, narahat olan, bu işə cəlb olunan adamın, onun taliyi ilə bir yerdə bir dənə burada epizod göstərsəydi, bütün hamımız ona qarşı çox böyük bir belə ki, nifrət yaranacaq və duracaq elə fikirəcəksək ki, buradan çıxaq və gedək bu dəqiqə elə bununla bağlı mübarizəyə, o adamları tapaq, öldürək, döyək və s. Yəni, doğrudan da o qədər böyük faciədir ki, onu siz təsəvvür edə bilməzsiniz, bu nə demək. Şəmsəd mən müstörtülü dedi bəzi şeylər. Yəni, bir insanın bir gün ərzində 24 saat istirma olunmağı siz nə demək istəyirsiniz? 30 nəfər adamla görüşməyin nə demək istəyirsin? Yəni, bu dəhşətli bir şeydir də. Bunu Allah heç kimə göstərməsin, heç kimin başına gəlməsin və bunu əvvəldən bilin. Ne baxın, növbəti deyirəm, niyə mübarizə aparıb bunlara qalib gələ bilmirik, bu cinayətlərə qarşı qalib gələ bilmirik? Ona görə ki, bu cinayətlərin törədilməyində bir çox hallarda bizim qohumlarımız, valideynlərimiz, yaxın adamlarımız iştirak edir. Bunlar bizi deyəndə qurbanları təhrik edir ki, gedin, gəlin, pul qazanın, nəmnə və s. Yəni, bunlar hamısı. Və növbəti vacib şərtlərdən biri odur ki, insanların pul qazanmağa, belə deyək ki, ehtirası var. Və bu ehtiras həmişə yalancılıqda saxlanır. Tamahkiri yalancı Allahdır. Sən tamahı çox eləyirsən, yalancı bundan bir şey, sənin burada bir marağın var, yalansız başlayır sənin o, məsələn, ehtiyacından və yaxud da deyək ki, tamahkirliyindən istifadə edilmək. Və burada da insanların bir çoxu özü könüllü, faciənin böyüklüyünü bilmədən bir çoxu özü könüllü gedir. Və bunlara qarşı mübarizə aparmaq olmur, indi özü gedir verir. Sonra, onların müxtəlif metodları var, həmin o insanların. Bunlar nə edir? Baxın,
xəbər gəlir ki, məsələn, İtaliyada biz gözəl bir, məsələn, modelləri yığırıq, İtaliyada model olacaq. Hamı istəyir də, televizorda görür ki, model belə getdi, belə imkanı belə gözəl bir, belə pul var, dövlət, deyir, getmək istəyirəm. Gəlir, yığışırlar, deyir, yox, sən getmə, sən seçirlər buradan və modellər aparılır İtaliyaya. Elə ki, buradan mindi təyyarəyə, orada düşəndən sonra artıq nə modeldir, nə heç neyəcə, insandır, tabi qutarılır. Pasportun əlindən alırlar, özü də nəyə təhlük eləyirlər. Hindistanda minlərlə kör uşaq var. Mən bunu deyirəm ki, yazırım. Minlərlə İraqçısın kimi insanlar amma kördür. Bilirsiniz niyə? Ona görə ki, onlar hamısını alladırlar, aparırlar bir yerə. Onların hamısının gözünün göz qışasını çıxardırlar. Çox bahalı qiymətə satılan bir şeydir. Gözləri kör olanlar adamların gətirib gözünə qoyurlar və adamlar başlayır görməyə artıq. Yəni, minlərlə uşaq, balacavan uşaqlar belədir. Şəmsəddin bəzilərin dedi, elmi-texniki tərəqqi nailiyyətləri nəticəsində bugün dünyada bir şeyi qapıda, bir çərçivədə saxlamaq olmur. O çərçivədə saxlamaq olmayan məsələlərdən biri odur ki, o insanların orqanlarından, onların məsələn ayrı-ayrı orqanlara, Şəmsəddin müəllim dedi ki, daxil toxumalardan, toxuma hala başqa şeydir, toxuma biraz deyək ki, hər adama lazımdır. Amma böyrəklərini hər yerdə böyrək, bugün Azərbaycanda 10.000 adama böyrək ehtiyacı var. Amma bunu gedirlər, baha qiymətə də alır, cəmaatını gətirirlər, alırlar burada. Deməli, ürəyin dəyişdirilməsi məsələsi, yəni hamınız bilirsiniz, bugün ayrı-ayrı toxumaların, ayrı-ayrı bədən üzvlərinin soxulması və bunlar hamısı gətirir, ona çıxardır. Yəni, burada Şəmsəddin müəllim toxundur, surrogat analıq məsələsi, çox ciddi məsələdir. Bilirsiniz niyə? Ona görə yox ki, istəyirlər ki, onlar orada o adam geçsin, ana orada surrogat ana olsun, o uşaq doğsun və s. Uşağı götürüb saxlasalar, böyütsələr, gələcəkdə ondan deyək ki, övlad kimi və ya kimi istifadə edənlər olanda eyb yoxdur. Bunu biz beləcə qanun da, mənəviyyat da, əxlaq da müəyyən dərəcədə dözə bilərik ki, istəyir ki, uşaq ehtiyacı var. Elə deyil. O uşaq doğulandan sonra onun beyin ili deyirlər də, onun onları çıxardırlar, yaşlı adamlara vururlar ki, cavanlaşdırmır. O uşaq da məhv edirlər. Yəni deməyim odur ki, böyük faciələrdir. Bunların qabağında durmaq çox çətindir və bunun üçün yeganə bizim hələlik özümüzün əlimiz çatan iki yolumuz var. Bir, bizim güvənməli dövlət orqanlarımıza, məhkəməmizə, polisimizə, deyək ki, güvənməli. Problem olanda, hər hansı bir şübhəli bir məsələ olanda, birincisi məktəbdə müəllimlərinizlə məsləhətləşin. İkinci, ondan sonra utanmayın, çəkinməyin. Siz hamınız bizim balalarımızsınız. Yaxınlaşın, polislərə yaxınlaşın. Bax, indi xanım da burada yoxdur. Qızlar yaxınlaşa bilər ki, belə bir məsələ var, o gün gəldi, mənə belə dedilər, sən nə deyirsən, bacı belə edilənlə. Yəni, məsləhətləşin, qorxmayın, evdə valideynlə məsləhətləşin. Bax, bir yolumuz budur, ancaq güvənək ki, biz dövlət orqanlarımıza güvənək. İkinci yolumuz odur ki, deməli, biz bu təbliğatı genişləyək, cəmaatla danışaq. Deyək ki, bax, ay insanlar, belə faciələr var, bu faciələrdən ehtiyatlı olun, ağıllı olun. Bax, mən ən çox demək istədiyim odur. Ağıllı olun. Nə hadisə baş verirsə ətrafınızda göz açıq baxın, dünyaya baxın. Baxın, bugün çox böyük problemlərdən biri informasiya texnologiyalarının inkişafı. Burada da toxunuldu. İndi bu informasiya texnologiyalarının inkişafı, indi deyirik ki, telefondan istifadə etmək pisdir. Niyə pis olur? Pis deyil. Oradan pis nəticəni çıxarmaq pisdir. Telefon imkan verir ki, bizim bugün kommunikasiyamız olsun, əlaqələrimiz olsun, valideynlərimiz də bizə nəzarət edə bilsin. Yəni, bıçağı istehsal edən adam, ona görə bıçağı istehsal edəmir ki, get qonşu bıçaqla. Onu istehsal edir ki, get həyatı yüngülləşir, nəyəsə doğrular, nəyəsə kəs, özü nədənsə qorur. Atom bombasını kəşf edən, ona görə demir ki, get atom bombasını Xirasimaya. Deyir ki, get atom bombası enerji mənbəyi kimi istifadə edin. Yəni, bu mənada telefondan da gəlin ağıllı istifadə edin. Orada o naqis, negativ, sizə ziyan vura bilən, cəmiyyətində ziyan vuran məsələlərdə toxunmayın. Telefonun onsuz da bunun qabağında heç kim ola bilməz. Biz desək ki, yox, telefon olmaz. Mənim 2 yaşımda nəvəm Şəmsəddin müəllim. Deyir ki, baba, Instagramım var. Heç bilmirəm, o nədir, o nə deməkdir ki, onu da bilmirəm. Deyir, Instagramım var. Deyirəm ki, nədir, nə olan şey? Gətir verir sənin telefonunu, verir sənin Bizi yoldan çıxardan onun nə qədər. Yəni bu elmi-texnik tərəqqinin qabağını saxlamaq olmaz, bu gedəcək. Hələ bir 10 ildən sonra bu yandan süni intellekt gəlir, bu yandan robotlar gəlir, bundan nə gəlir? Adam vahimə basır və biz buna hazır olmalıyıq. Biz ona desək, yox, elə olmaz, görmürük sizi, elə ola bilməz. Biz deyək ki, görürük, amma bundan düzgün bizim xeyrimizə, cəmiyyətimizin xeyrinə, xalqımızın xeyrinə düzgün istifadə edək. Mən deyəsə çox danışdım, Yəni, ona görə mən sizə bir şey deyim, artıq bax, yadınızda saxlayın. Sürət
zamanı yeyir. Sürət o qədər çoxdur ki, zamanı yeyir, zaman anlayışı yoxdur. Bugün qalxırsan buradan, gelirsən orada gelirsən Brüsselə, oradan uçursan Amerikaya, nə bilmə, axşama kimi bir ölkə, dünyaya şürəsin bir fırlanın gəlirsən. Zaman artıq anlayışı yoxdur. İmkanlar məkanı yeyir. Mən imkanım var, gedirəm Fransada, axşam gelir, Fransada gelir, nə bilim, kiminsə konsertinə qulaq asırıq, qayıdıb gəlir. Yəni imkan varsa bunun. Yəni cəmiyyət, dünya elədir, imkanlar genişlənir. Və burada zaman, məkan anlayışları itir. Biz bu zaman, məkan anlayışlarının itməyinə hazır olmalıyıq. Hazır ola bilməsək, özümüz ola bilməyəcəyik. Bax, biz artıq heç birimiz artıq tədricən özümüz deyil. Biz tədricən bizim telefonumuzda göstəriləniyik. Biz deyək ki, başqalarının dediyik, biz modanın gətirdiyik. Biz artıq biz deyilik. Tədricən buna gedir. Sərhədlər açılır, qapılar açılır. Və belə bir halda yazı saxlayın, burada da deyildi. Uşağı valideyn tərbiyə eləmir. Müəllim tərbiyə eləmir uşaqlarımızı. Əlindəki telefon tərbiyə edir. Onun ətrafındakı gedən söhbətlər tərbiyə edir. Və bu söhbətlərin mövzusu, mənasını biz elə eləməliyik ki, deməli, bunlar hamısı bizim cəmiyyətimizə, ayrı-ayrı insanlarımıza xeyir versin, onları xoşbəxt eləsin. Bax, gələcək 10 ildən sonra, bax, bugün söhbət edirik, hamımız cavablarsınız. Biz ölkədə olmayacaq, mən olmayacaq, amma indi şəmsət müəllimətsiz olacaqsınız. 10 ildən sonra bu günü yadınıza salın. Həyatınız bu olmayacaq, bu həyat olmayacaq. Bugün gördüyünüz, bildiyiniz, eşitdiyiniz həyat olmayacaq. Başqa bir dünya gələcəkdir. Və bugün bizim işlərimizin hamısını görən robotlar, süni intellekt, bax, tələbələrlə bağlı. Mən çox üzr istəyirəm belə. Yəni, bunu deyim, bəlkə, nə olub, nəsə narahatsız. Su vereyim su, bax. Baxın. Hə, çox pis olurlar. Yəqin mən kədərli şeylərdən də onu görürəm. Deməli, baxın, mən təsəvvür edin ki, kitab oxumayasınız bundan sonra. Oğluma deyirəm ki, geç kitab oxu, deyir boşdur. Deyirəm ki, nəyi oxuyun, nəyi deyirsin? Deyirəm ki, git, məsəl üçün da, Hacı Murad oxu, Lev Tolstoy, Hacı Murad oxu. Deyir boşdur. 3 gündən sonra gəlir ki, ata, o kitabı oxudum. Deyirəm, hani sən kitab aldın ki, oxuyasın. Deyir, kitab var, bizim evdə heç o kitab yoxdur axı. Deyir, ata, sən geri qalırsan. Elə deyir ki, mən telefonu qoşuram, qoyuram, yatanda qoyuram qulağımın dibinə. O orada oxuyur, həmin kitabın, romanın hamısını oxuyur. Mən hamısını başa tutdum. Sualım var, bir, nə istəyirsən, mən deyirəm. İndi bununla, tələbələr deyirsən ki, sual, imtahan bilirsin, suallarını versin, gedin hazırlaşın. Gedir, süni intellekti açır, orada hamısının cavabını deyir, ona deyir ki, məsələn, filan sualın cavabını etər. Orada bunun hamısını deyir, kitab da oxumur, heç şey dəftər açmır, kitab açmır. Oradan onları hamısını oturur, qeydlər götürüb, gəlir, imtahanda cavabını verir, gedir. Yəni, həyat o qədər sürətlə gedir ki, biz bu gələn sürətlə gələn həyata hazır olmasa, yəni hər mənada, o cümlədən də insan alveri məsələləri ilə bağlı, insanların şəxsi həyatının təşkili, qurulması, inkişafı, öz perspektivlərindən işləməsini təmin etmək üçün biz mütləq bunu bilməliyik ki, qabağa gedən həyat nə istəyir. Və biz, yadınıza qalsın uşaqlar, siz özünüzü o həyata hazırlamalısınız. Bunun üçün yaxşı oxumalısınız, mütləq yaxşı oxumaq lazımdır. Bizim həm xalq olaraq, həm insan, həm fərd olaraq bizim savadlı olmağımız çox vacib şərtdir. Biz savadlı olmasaq, biz bütün xalq olaraq deyək ki, dövlət olaraq savadlı olmasaq, bu dünyanın cəngəlliyində, bugünkü cəngəlliyində biz yerimizi tapa bilmərik. Ona görə də yaxşı oxumaq lazım, yaxşı mütəxəssis olmaq lazım. Öz biliyini, öz qabiliyyətini, bacarığını əmtəyə çevirib, bazara çıxartmağı bacarmaq lazımdır. Deyək ki, iş yoxdur. Niyə yoxdur? İş var. Sən sadəcə olaraq öz qabiliyyəti, bacarığı bugün bazarın tələbatına, kapitalizm şəraitinin tələbatına uyğunlaşdıra bilmirsən. Və bunu uyğunlaşdırmaq lazımdır. Öz imkanları, deyək ki, bazara çıxarmaq lazımdır. Və belə ilə artıq uşaqlar görüm, sıxılırlar, özlərini narazı şeylərdə. Amma mən belə bir fürsət hər gün ələ düşmürük. Bizə qulaq asan yoxdur. Nə evdə, nə də uşaq var, siz açırsınız. Yox, evdə özümüzdə deyirəm, yəni evdə qulaq asmırlar. Elə ki, belə bir gözəl auditoriya olanda, elə ki, diqqətli belə uşaqlar olanda, adam istəyir ki, daha çox şey desin ki, bəlkə bu dediklərimizin onların yadında nə isə qalacaqdır. Nə isə onların, nəsə bir faydası ola bilər. Ona görə mən təşəkkür edirəm, çox diqqətlə və belə məsuliyyətlə qulaq asılır. O bacımız da çox bizi narahat elədi, yəni orada indi inşallah yaxşı olar, onu da yaxşı qutarız. Çox sağ olun. Suallarınız olsa Şəmsəd müəllim, həm sağ olun. Bəlkə müziklə bağlı uşaqlarınızı, gəncləri bəlkə kimisə nəsə maraqlandırır, çəkinmədən buyurun. Bax, başa düşdünüz.
qalandıq, nə qaldı sizə? Bax, sualım belədir auditoriya. Bax, sizcə insan alveri nədir? Nə edək ki, olmasın insan alveri? Bax, siz insan alverini necə başa düşürsünüz? Bax, bir saatdır danışırım. Əslində başa düşürlər, sadəcə ola bilsin ki, ifadə edir tanrılar. İnsan alveri, bazar, ev, kartoşka, soğan, buna bənzər. Buyurun, bəlkə, buyurun. Buyurun. Çünki müəllimələr olsa da, hər dərs olmasa da həftə içində bir təşkilat saat olur, onlarla bu hafta hər zaman danışılır. Amma mənim bir xahişim var sizdən. Bax, bu dəqiqə siz danışdınız, uşaqlar burada iştirak edərlər. Mən istəyərəm ki, bir toplu valideynlərlə də bu cür tədbir keçirilsin. Yəni, tədbirlər dəvət olsun, orada qeyd olundu ki, bəzi valideynlər uşaqlarının o, belə deyilər, pis tərcihlərini, o ciddi nöqsanlarını gizlədirlər və gizlədərək böyük bir uçuruma aparırlar. Ona görə bir valideynlər də yerində burada bir tədbir Qəbul etdik. Amma müəllimə, mənim də sizə bir sualım var. Siz müəllimə kimi, valideynlə məktəb, bəli, əlaqə saxlayırıq hər zaman. daha çox hansı suallar ətrafında danışırsınız, görüşürsünüz? Ümumiyyətlə belə deyirlər, bax, ən çox, ən böyük problemimiz bizim elə telefonlarımız olmayım sizə. Ən böyük problem telefonlarımızdır bizim elə. Belə deyim ki, mən dərs dediyim sinifdə, ya da öz sinifimdən danışıram. Orada belə problemli uşaq yoxdur deyim ki, amma telefonlar məsəl üçün düzdür gətirilmir. Problemli ailə var ümumiyyətlə? Problemli ailə də yoxdur. 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 Amma burada fikir verir ki, bir çox uşaqların əlində telefonlar var artıq. Yəni, bu deməkdir ki, məktəbdən olan artıq telefonlar var. Yox, Aydın müəllim çox düzgün toxundu. Mən telefon əleyhinə o zərərli vərdişlərdən uzaqlaşmaq. Amma məktəbdə Çünki o zərərli vərdiş narkotik vasitələrə uyğunlaşmaq kimi bir şey. Asılı yaradır. Yəni, biz yəni bunlar eləyək. Məktəbdə icazə verilmir, yəni ki, telefon. Olsun, ikinci telefon, məktəbə gəlmişsə təhsil almağa. Bu neçə növləri məktəb olur bu? Yaxşı oxuyun. Daha hansı müəllimlər var burada? Biz də var. Siz də var. Sayılma orta məktəb yetişəyim müəllimi, yəni Mahir müəllim. Mahir Mən müəllim. də çox... Çox sağ olun müəllimə. Çox sağ olun. Təşəkkür. Təklifiniz norm. Mahir müəllim, bax, doğrudan mən üçün maraqlıdır. Bax, indi Emin müəllim də dünənləri televizora görünməli danışırdı. Daha çox indi narahatlıq kütləvi informasiya vasitələrində gedən o məlumatlardan belə məlum olur ki, valideyn məktəb arasında köprü yoxdur. Nə etmək lazım? Nə edin? Hər şey buradan başlayır da. Sizə bir dənə söz... Valideyn güvənir ki, uşaq məktəbdədir, amma uşaq məktəbə gedir. Biz ona mübarizə aparırıq. Mənim də bununla bağlı valideyni narahat edirəm ki, ay sənin uşağın məktəbə gəlmədi axı. Yəni, müəllimin valideyndən, valideynin müəllimdən xəbəri yoxdur. Doğrudan bu ciddi məsələ. Sözman, çox üzr istəyirəm, mənim bağışlayın, mən birdən deyim. Ali məktəblərdə də bu problem var. Valideyn pul verir ki, apar təhsil haqqı ömür. Apar pul neynir, nə qayırıq gəldi. İlin axırda məlum olur ki, bunu pul verir. Valideyninə zəng edirlər ki, ay valideyni, oxusan təhsil haqqını verməyibsən. Özünə böyük ki, necə verməmişəm, sentyabr ayında pulu göndərmişəm, gəlsin deyir. Yəni, o valideynlə məktəb arasındakı təmas məsələsi... Valideynlər də var, ya anlamır. Bizə anlamır. Mən Sovet ideologiyam, mənim 50 yaşım var, Allah can sağlıq versin. Müəllim ailəsində böyümüşəm, ziyalı ailədə böyümüşəm. Mən hələ bilirdim ki, bir şərəfli yoldayam, peşəni seçmişəm. Amma o peşəni indi valideynlər hələ vəziyyətə qoyurlar ki, daha uşağa mümkün deyil söz demək. Yaxşılığına da deyirsən, amma onlar başqa cür başa düşürlər. Anlayış yox. Bu problem var. Bəli. Çox təsirli qadınlar, çox qəribədir. Məsələn, bizim vaxtımızda müəllim əgər mənim qulağımı çəkmişsə, mənə nəsə deyibsə, %100 müəllim arxayan uşaq gedib valideyninə şikayət eləsə də, valideyn deyəcək ki, ədəb düz edib. Belə bir şey var. İndicə, valideyn, üzr istəyirəm, müəllim şagirdə, tələbə bir kəlmə sözlə bilir. Bu da bizim vaxtlarla bağlı, təmayürlər. Onu bilmirəm ki, müəllimin yanında duran olsa, müəllimin yanında duran olsa. Hə, bu deyir ki, şagirdin budur, dərsə gəlir, təşkil bu komissiyada hüquq kimi verilir. Bəlkə deyir, icbari təhsil konusunda.
Gəlir bizdən tərbiyə tələb edirlər, o valideynlər, tərbiyə verir. Mən burada təhsil verirəm, tərbiyə evdən gəlir. Amma elə məqsəd də ən böyük təhsil ocağıdır, tərbiyə ocağıdır elə həm də. Əlimizdən də gəlir o şey. Allah sizləri qorusun. Sağ olun. Bizim pedaqoglar qarşısında da baş təşkil təbii Sağ olun. Baxın, inşallah daha kimin. Uşaqlar deşiyi nəsə Hə. nə eşitlər, nə görürlər. Bax, çox istəyirəm, bu arxadan kimsədə, bax, o mavi kürtkalı olan. Bəli. Buraya rəzəmət olmaqdır. Maşallah, bana çox gözəl, mədəli, səliqəli ailədən olduğu da hiss olur. Necə qavladın? Bax, bu görülmüş, nə verdik sizə, hansı təşkilatdan, diqqətlə qulaq edin. Bax, necə bir canlıda bilir, diqqətlə qulaq edin. Siz indi akşam evdə valideynlərdən oturanda birdən valideyniniz bilər. Müəllim deyər valideynizə ki, bəs orada tədbirdir sizdə bu günlər orada. Nə deyəcəksiniz valideynizə? Valideyninizi necə başa salarsınız ki, bax, bununla bağlı söhbət getdik. Polisdə iştirak edir, icra hakimiyyəti də, məktəbin müəllimləri də, Bakıdan da gəlmişlər, buna belə danışlar. Nə deyəcək? Mənə maraqlıdır. Siz valideyninizi bax, necə başa salarsınız ki, bu mövzuda danışdıq. Papa, ata, ana, nə deyəcək? Ümumiyyətlə, bu söhbətlərin keçirilməsi bizim bu şahidləri daha çox mülayimləndirir və bu söhbətlərdən daha çox keçirilməsini bilmək istəyirəm. Əvvəla bu tür cinayətlərin də qarşıda alınması üçün müdafiələr keçirilməli. Mücahidilərimiz də bunlardan xəbərdar olsunlar, bu tür yaranan cinayətlərin qarşısına alınmaq üçün onlar da mübarizə olsunlar. Cinayətlik bölgəndə də təhsil almış şagirdlərimiz daha çox elmi cəhətdən də inkişaf edəcəklər. Bəziləri də bu cür cinayətlərin qarşısında almaq üçün müəyyən peşələr gələcəklər və inanırım ki, bu cür cinayətlər gələcəkdir. Demək olar ki, sıfır səviyyəsini düşəcək. Allah səni qorusun. Sizin valideynləriniz kimlərdir? Atam iki bundan da yadda işləyir. Adı işləyir? Yadda işləyir. Yeni Azərbaycan partiyası. Daha sonra da Xalqoğlu Nəşriyyatında işləməyə başlayır. Və ananız? Anam evdar qadındır. Əvvəlcədən mədəniyyətdə işləyir. Daha sonra Qardaşların, bacıların var? Bir dənə kiçik qardaşım var. O da böyüyünə polis olmaq istəyir. Allah saxlasın. Əyləşin, çox. Daha qızımız görən nə deyir? Dur. Bax, sən gedib evdən nə deyirsən anana ki, bax, belə bir tədbir vardır, bax, sən gəlmişlər, videoda çəkilir, əlimlərimizdə olacaq, polislərimizdə. Nə deyərsin? Nə ilə bağlıdır? Yeşil ki, nə yaxşı gəlir belə tədbir keçirdir? Deyirəm ki, insan avet cənglərindən danışırdılar, insan avasıtlısından danışırdılar və bunun qarşısını almaq üçün söhbət etdik, necə edəbilərik, necə edəbilərik. Sizcə necə edək bu insan alveri qurbanları olmasın bizdə? Məncə, polis sayı çox olsa, məncə yaxşı olar. Məncə çox az. Qızlarda çox olsun, yoxsa oğlanlarla polis sayı? Məncə olanlarda olsa yəni yaxşı olar. Polisi işləmək istəyərdin mi? Yox, yəni həvəsim yoxdur. Amma təhlükəsiz, Amma ki, o yaşamaq çox istəyirsən, olsa, amma polis sayı çox olsa, məncə yaxşı olar. daha bu qızımız görək, gözüm gibi qaldır. Bax, şimdi nə deyəcəksiniz? Sizin valideynləriniz kimlərdir? Qadınlar, düz işləyəm, valideynlərindən başqa rəfiqələrinin nə deyəcək? Bir-birlərindən danışırlar, valideynlərin çox başqa səmtaqları bilir, çox qərbədir. Bax, bir-birlərindən nə danışa bilərsin rəfiqələrindən? Bax, burada olmayan rəfiqələrindən. Nə deyə bilərsiniz onlara? Bax, məsələn, bax, xaricdə təhsil almaq istəyirsiniz. Rəfiqən sənə deyir ki, adın necədir? Məhbuba xanım. Ay Məhbuba, bax, xaricdə, Ukraynada, Belarusda təhsil var, təklif edirlər falan. Bəlkə gedək ola. Sənə təklif edir. Bax, sənin ona nə cavabın olacaq? Çox maraqlı. Valideynin sonra daha kimlərlə bəs? Bu telefonu nə gəzirirsiniz üstünüzdə? Bəlkə özünüzün də bir axtarışınız olsun, görək, məsələn, o təhsil haradadır, hansı ölkələrdir,
nə dərəcələrə bu dünya təhsil ocaqları sırasında yer tutur. Həmin məsuliyyət valideynlərin üzərinə qoyulsa, ki, valideynin maraqlansın onlarla. Ümumiyyətlə, çox üzr istəyirəm. Yəni, bu real sualda verilmişdir. Telefonla oğlanlar, qızlar bir-birinizə sevgi atırsınız ümumiyyətlə. Yox, nə var ki, bizim vaxtımızda telefon yoxdur, gözlə qarşıdan girdik. Mən səni istəyirəm bunlar. Dəftərinə yazardı, kitabına yazardı. Atkrit olanı Bəli. Amma indi telefon var da. Günah deyir ki. Hə? Günah deyir ki. Günah deyir ki. Vallahi. Harada sevgi varsa orada insan algı yox. İnanın. Hansı ailədə insan algı qurbanı varsa, orada ailə, hörmət və ailə üzvləri arasında bir-birinə qarşı sevgi yox. Bax, %100 belədir. Ölkə prezidenti bilirsiniz, o Quran-ı Kərimə əlini basanda hansı and içdi? Bilirsiniz? Dedi ki, mən əlimi Quran-ı Kərimə basaraq and içərəm. Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli mənəvi dəyərlərinə sadiq qalacaq, onun adət və ənənələrini daima uzaq tutacaq. Bunun müəllimlərdən xahiş edin, yazın, sizin uşaqlarının əzbər bilgisini, milli mənəvi dəyərlər olmayan yerdə təbii ki, insan alıbı da olacaq, narkotik vasitələrin qanunsuz dövləsi də olacaq, məişət zorakılığı da olacaq, erkən nigah da olacaq. Bunları bilin, qızım, əyləşin. Sorunuz bir nəfərdə, bax, sizdən xahiş edirəm, nə olar? Bilirəm, çox utancaqsınız, amma bax, siz nə deyirsiniz? Bax, sizin burada olmayan rəfiqələrinizə, qardaşlarınıza, qonşuluğunuza, evdə tövsiyələriniz ki, bax, bundan belə şeylərdən uzaqdır. Nə deyirsiniz, məsələn? Hə? Adın necədir? Hə? Rəhlə? Səklə xanım. Səklə xanım, nə deyirsiniz? Ki, bunu amandır, belə şeylərdən uzaq olan, amanın gündür bunu etməyin. Yalan vəzərlə, bunun günü, xaricdə təsiri var, etməyin, bura yaxşıdır, iş var falan. Dövlət edirlər də adamın evlənməyə, günah deyib ki, həyat da bir oğlanındır. Həyat dərsinə. İndi heç gün tapmaq olmur, çətin üzür. Yaxşı, əyləşin. Sualınız yoxsa, onda bitiririk. Çox sağ olun. Vaxt ayırdınız, gəldik, iştirak etdik. Bir yerdə olduq. Bizim üçün də çox böyük qürur hissi yarandı ki, sizinlə birlikdə bir saat yarım ərzində müəyyən mənada doğrudan da milli mənəvi dəyərlərimizə zidd olansa Azərbaycan xalqının gələcəyini təşkil edən bu gənc növbəstdə cavanların ümumiyyətlə ictimai münasibətlərə zidd hərəkətlərin qarşısını almaq üçün nəsə söylədik. Əgər bunu müəyyən qismini qəbul etdiksə, başa düşdüksə, ancaq bizim qiymətimiz, dəyərimiz olur. Çox sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sizə qiymətlərəm ki, 3%'de olsa ürək sözlərimiz. Əlbəttə, çox sağ olun. Elə əsas məsələ odur ki, her şey yazılır. Buraya yine bir var. Sağ olun. Sağ olun. Sağ olun. Teşekkür ederim. İşaret edin. Ne danışıyorsunuz? Allah da göre. Ha? Ne oluyor? Ev yok. Yani sizi əraziden saklamak biraz günahdır. Allah rahmet eylesin. Sağ olun, çok sağ olun. Yok, donağımız. Yok, donağımız. Saygısız nasıl